Goranboy rayonu. Hal-hazırda Goranboy rayonundayım. Goranboy rayonundan çıxdım mərkəzdən. Təxminən bir 10 kilometrə yaxın yol gəlmişəm. İnşallah bu dəfəki reisim belə boz zəngəhlarla, dərələrlə gəzməkdir. Hələlik biraz yol var, birazdan yol qurtaracaq, ancaq dərələrin təpələrinə gedəcəm. Fikrimdə hardasa Ağzakənd tərəfə gedib çıxmaqdır. Görək indi hara kimi gedib çıxa biləcəm. Yolumuz davam edir, Goranboy rayonu. Gördüyünüz kimi düzəngahlardayım, dərələrdə, təpələrdə. Buradan o yana getdiyim yerə hər yer bax belə olacaq. Burada da velosiped sürmək mümkün deyil, əlimdə aparacağım. Təxminən mənim hesabımdan 30 kilometr, bəlkə də biraz çox velosipeddən yol getməliyəm. Bax, gördüyünüz o yan Goranboy rayonudur, Goranboy şəhər bağı uzaqlar. Oradan gəlmişəm bura, buradan da inşallah dərələrlə gedəcəm. Yolumuz davam edir. Dərələr, təpələr, Goranboy rayonu. Burada qabaqda belə bir dərə var. Mən biləni hələ belə dərələri çox keçəcəm. Hələ bu bir bəz kiçik dərədir. Yolumuz davam edir. Daha bir dərə. Bu dərənin də çox çıxmalıyam. Hələlik böyük dərələr deyil. Çox güman ki, bundan böyük dərələr olmasacaq. Çünki buralar dərəli təpəli yerlərdir. İnşallah gedirik. Velosiped sürməkdən də ki, demək olar ki, xəbər yoxdur. Çünki burada velosiped sürmək olmaz. Ancaq əlimdə piyada. Yolumuz davam edir. Belə bir gün yuvarı podyon. Buradan qalxaq. Başda kəsəkli, düzəngah bir yox. Gördüyünüz kimi bu yolla velosiped sürmək olmaz. Hər yer daşdır, koldur, çoxdur. Sadəcə əlimdə yavaş-yavaş tutarım. Yolumuz davam edir, Goranboy rayonu. Qavma belə bir köhnə səngərlər çıxdı. Belə səngərlər. Səngərdən aşağıda da var idi. Səngərlər də çox güman ki, hələ 1-ci Qarabağ müharibəsində çəkilir. Gözəl bir mənzərə. Aşağıdan gördüyünüz kimi çay axır. Dərənin içində. Burada qarşıda da belə bir yol var. Nə yoldu bilmirəm, bu yolla biraz gedəcəm. Yəqin hərbi bir yol olub. Yolumuz davam edir, Goranboy rayonu. Belə bir dərə var, bunu aşmalıyam. Mən hələlik dərənin içinə girməyib, bu yolla gedəcəm. Sonra hardasa dərəni aşacağım.
Yolumuz devam edir. Gördüğünüz gibi belə bir yol var. Ayaqdan da bu yolla gedirəm. Qabaqda da böyük bir dik var. Bu diki qalxmalıyam. Hər yer dərə, təpə, düzəngah. Görün buyur. Yolumuz devam edir. Görün rayonunun təpələri, düzəngahları. Hələlik bu yolla gedirəm. Bilmirəm bu yol hara kimi gedir. Hələlik bu yolla gedirəm. Görək bu yol harada qutaracaq. Yolumuz devam edir. Görün rayonu. Görün rayonunun düzəngahları, dərələri, təpələri. Nə qədər gəlmişəm, nə qədər gedəcəm bilinmir. Sadəcə də bu təpələri, dərələri tutub gedirəm. Hardansa bir yerdən yola çıxmalıyam. Yolumuz devam edir. Qabağımıza belə bir tısbağa çıxdı. Yəni gördü başını İzzətdi. Tısbağa. Tısbağanı narahat eləməyək. O da yoluna davam eləsin. Biz də həmçinin. Belə bir yerə gəlib çıxdım. Burada belə bir tikililər var. Bilmirəm nədir bu. İçərdə də ilan var. İçərdə ilan var. Fısıltısını eşitdiniz. Fısıltısına bax. Nə ilanıdır bilmədim. Amma nədirsə böyük ilandır. Fısıltısı da gəldi, bura çıxdı. Amma belə bilmirəm, quyudur, bilmirəm nədirsə belə bir yer var. Orada da ilan vardı, ona görə də buradan aralaşaq gedək. Yolumuz devam edir. Aşağıda kəndlər görsənir. Hansı kəndlərdir bilmirəm. Buradan da belə yol gedir. Hələlik bu yolla gedəcəm. Görək bu yol məni hara çıxardacaq. Yolumuz devam edir. Yolumuz devam edir. Qabaqda belə bir padyom var. Padyomuna qalxaq. Şöyle hara geldik. Burada sert padyom böyle. Buna yine de padyom. Yolumuz devam edir. Yoldan çıxdım. Bu təpəni açdım, düşdüm aşağı. Yolla gəlib, indi bu təpəni qalxmalıyam. Yəni buradan belə bir yol gedirdi. Nəsə yol aşağı bir şey. Amma o yol mən istədiyim yerə aparmır. Yəni biraz rayona tərəf ağzı dönürdü. Mənim də fikrim biraz daha da uzaqlara getməkdir. Ona görə də belə kəsə təpələrlə gedəcəm. İnşallah yolumuz açıq olsun.
Yolumuz devam eder. Daha bir yol oxşar yol tapmışam. Şimdi buna tutub gedirəm. Bu yol hara kimi gelir, indi bu yolla gedəcəm. Çünki belə yoldan rahat çıxanda çətindir getmək. Yəni buradan haradasa çoxdan da olsa maşın keçir, həmin yolu əldə edirsən. Həm də ki, rahatdır aparmaq vesiləkdir. Yolumuz devam eder. Goranboy rayonunun dərələri, təpələri, rəmələri, düzəngahları. Hələ az yuxarı gedirəm. Haradasa bir yerdən sola dönüb aşağı trasa düşəcəm. Goranboy yoluna düşəcəm. Ancaq hələlik düz gedirəm. Yolumuz devam edir. Böyük bir dərə. Aşağıda da bağaçların içində gördüyünüz oradan da çay keçir. Avarı ilə. Düz Ağzəkəndə. Həmən çay Ağzəkəndə gedir. Yolumuz da devam edir, dərələrindən təpələrdir. Hələlik hansı tərəfə gedirəm bilmirəm. Bahardansa gedib, Ağzəkənd Goranboy yoluna çıxacam. Yolumuz devam edir, daha bir çısbağa. Bir dənə qabağıma çısbağa çıxdı. Bu yol boyu ikinci çısbağadır. Gizlənmir və ya ki gizlənmişdi, başını gizlətmişdi. O isə gizlətməyib. Ondan da işimiz yoxdur. Ya yolun devam eləsək biz də həmçin. Belə bir yol var, zorla görsənir, bu yol tutub gedirik. Görək bu yol bizə aparvara çıxardacaq. Yolumuz devam edir. Goranboy rayonu. Bax, gördüyünüz bu yolla gedirik, dərəyə gedirik, sonra dərəni çıxmalıyam. Buradan aradan böyük bir dərə gedir. Burada bir dərə. Sağda da böyük bir dərə. İnşallah biz də bu yolu tutub bu yolla gedəcək. Görək bu yol bizə parpara çıxardır. Yolumuz devam edir. Elə bir spuska var. İnşallah buranı düşəcək. Məlum məsələdir ki, əlimizə düşəcək. Çünki şu şişəndə serinə sürmək olmaz. Oradan boyuna padyom var, o padyom qalxmalıyıq. Buradan düşüb, o padyomda qalxacaq. Gördüyünüz bu spuskanı düşdüm. İndi qarşıda gördüyünüz bu dərəni, təpəni qalxmalıyım. Biraz sərt padyomları var, dərin dərədir. Ancaq yəqin ki qalxacam. Qalxıb bu yolla getməliyəm. Görək bu yol məni aparıb hara çıxardacaq. Yolumuz devam edir. Goranboy rayonunun dərələri, təpələri, düzəngahları. Yolumuz devam edir.
Goranboy rayonu. Elə bir spuska var. Spuskanı indi düşəcək. Spuskanı düşək, sonra görək hara gedəcək. Sola da gedə bilərik, trasada çıxa bilərik. Sağa da gedə bilərik. Çox güman ki, sağ tərəfə gedəcəm. Demək olar ki, bu dağı açdım, gəldim, buranı qalxdım. İndi buradan da bir yolla getməliyəm. Yolumuz davam edir, Goranboy rayonu. İnşallah buradan o tərəfə təpələrimiz biraz çoxalacaq. Podiyumlarımız çox olacaq. Ancaq inşallah istədiyimiz yerə gedib çıxarıq. Yolumuz davam edir. Elə bir yerdəyəm. Havada sinif, biraz çətindir getmək. Burada da ki, nə ağac var, nə su var. Ona görə getmək də çətindir. Amma getməliyəm. Qarşıda gördüyünüz təpələrin üstünə qalxmalıyam. Oradan da bir yol tapıb yola düşməliyəm. Yolumuz davam edir. Goranboy rayonu, Rəmələri dağları. Havası, sərt yollar. Biraz yorulmuşam. Oturub gəlməyə yer də yox ki, biraz oturub gələrsən. Amma eləlik edirəm. Ardasa bir yer tapıb Ağzəkənd Goranboy yoluna çıxmalıyam. Eləlik tapamıram. Yolumuz davam edir. Biraz oturaq dincələk. O qarşıda görürük təpələrin hamısını. Fırlana, dolana gəlib bura çıxmışam. Yine burada da arkada gördüğünüz bu təpəni qalxmalıyam. Oradan tərəfə bir yol görürəm. İnşallah o yola çıxmaq istəyirəm. O yola çıxayım, görüm o yol məni hara aparıb çıxardır. Çünki burada yollar yoxdur. Yəni o təpəni aş, bu təpəni aş. Sözümü də bilməm hara gedirəm. İnşallah Ağzəkənd Goranboy yoluna çıxmaq fikrim var. Haradan çıxacağım bilmirəm hələ. İnşallah təpəni daşım, görüm hara gedirəm. Yolumuz davam edir. Gəlib burada da belə bir yol tapmışam. Bu dağın dalın qalmalıyam. Yollar biri bu yandan gedir, bir də bu yandan. İkisi də bu hündür təpənin dalına keçir. Mən də bu təpənin dalına keçməliyim ki, görüm oradan yola yaxın yer varmı, yola çıxım. İnşallah birinci buradan qalxırım, sonra bu yana qalxarım. Yolumuz davam edir. Bir spuska. Buranı da düşək. Karşıda gördüğünüz tepelerin arkasına keseceğim. Oradan o yana hansısa bir yol olmalı, yola çıkmalıyım. Qabağıma koramal çıxdı. Bundan qabaq ilan çıxmışdı. Bu isə adi koramaldır. Yəni bu demək olar ki, kərtənkələnin bir növüdür. İnşallah buradan da yolumuz davam edir. Təpənin dalına kesim görüm yol tapa bilirəmmi. Haradasa qabaqda yol var, ancaq yola keçə bilmirəm. Yolumuz davam edir. Biraz da burada oturaq istirahət edək.
Hardasa bax ağaçların dalından yol keçir. Goranboy Azıkənd yolu. Ancaq ora çatmaq üçün hər yer dərə təpəlik. Bilmirəm hardan gedim. Orada da qabağıma belə böyük bir təpə çıxdı. Hələ təpənin qırağından gəlirdim. İndi gərək deyəsən o təpənin üstə qalxası olacaq. Burası çox bir sərt padyondur. İnşallah oranı qalxaq görək oradan təpə nə göstərir. Bu yola çıxmalıyam. Amma hələlik yer çıxa bilmirəm. Yolumuz davam edir. Gəlib Zeyvə kəndinə çıxdım. Bu gördüyünüz Zeyvə kəndidir. Zeyvə kəndindən də çift trasa çıxıb. Azıkən Goranboy trasına çıxıb. Goranboy gedir. Çox bir maraqlı yerlə gəldim. Yəni velosiped yolları deyildi. Sadəcə qeyri-adi yollar idi. Mən də bugün dedim ki, biraz da qeyri-adi yollarla sürdüm. Çətin oldu. Demək o ki, yol yoxdur. Goranboydan bura kimi 8 kilometr velosiped sürmüşəm. Düzdür, qaydanda hardasa 20-25 kilometr. Az aşağıdır, ancaq küləkdir. Goranboya kimi yəqin biraz sürəcəm. Goranboy rayonunun Safkürk yolu. Birinci dəfədir ki, Safkürk yolunda bu dərəcədə su görürəm. Hardasa 3 dəfəm, 4 dəfəm görmüşəm. Amma bu dərəcədə yox. Yağışlar çox yağılana görə də Safkürk yolunda su bu dərəcədə çoxdur. Safkürk gölünə çayın girişi. Safkürk gölü.